haqqında 4 qism dedilər. Bəli, hə. Bu 4 qismi necə təyin eləmək insanlara görə fərqlənir. Yəni, bəzi insan vardır ki, orada dediniz ki, tamam xalis xeyirdir. Yəni, onun xalis xeyir olub olmamağı, insanın necə təyin eləmək daha yəni, bəzilərinə görə bu danışmaq aydındır. Əgər biz ona görə bizdə tərəzi var aslında. Tərəzi ilə ölçməliyik də, qızıl tərəzi. Ondan da daha dəqiqdir. O tərəzi ilə ölçdüyümüz zaman düzgün olur. Amma insanlara buraxılası olsa, onda bunu tənzimləmə mümkün olmaz ki. Yəni, sən baxmalısan Quran və sünnəyə görə, yəni bu sözlər, faydalı sözlər sayılır, yoxsa yox? Yox, əgər... Allah'dan mən baxa bilmirəm. Baxanlar deyir ki, məsələn, burada danışmaq lazım. Məsələn. Bəzilər də deyir ki, danışmaq olmaz. Yəni, bu deyir olar, bu deyir olmaz. Yəni, onda nə olmalı? Dəlil olmalı, elə mi? Dəlil. Allah Teala buyurur, فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ اِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ Siz bir şey barəsində ixtilafa düşsəniz, onu Allaha, yəni kitaba, Rasuluna, yəni onun sünnəsinə qayıtar. Əgər Allaha və qiyamət günə inanırsınızsa, o dəlil olmalıdır. Yəni bunun danışılmasının və yaxud da susulmasının hansı dəlilə daha yaxın araşdırılır və ümumi götürüləndə həmişə susmağa üstünlük daha çox verilir. Necə ki, Peyğəmbər kim Allaha və qiyamət gününə inanırsa, ya xeyir danışsın və yaxud da sussun. İbn Hazm rahimehullah deyir ki, yəni biz baxdıq, yəni həlak olanlar həmişə danışdıqlarına görə həlak olurlar. Və kiminsə deyir, susmasına görə deyir, həlak olduğunu görmədik. Deməli, insan nə vaxt danışır və onda ortaya çıxır. Yəni, ona görə ona yazılır. O danışmadıqca yazılmır. Necə ki, Peyğəmbər s.ə.v buyurur ki, İnna Allaha təcavvəzə li an ümməti ammə təhəddəfə bihi ənfusuha mə ləm tətəkəlləm əv tə'aməl bih. Allah Teala, yəni ümmətim üçün keçib nəfsi danışıqları, nəfsdə danışıqlar var da, danışmaq istəyir fikirlər var və onlardan keçib. Nə qədər ki, onu üzə çıxarmadıqca, danışıqla və yaxud da əməllə. Danışmadıqca və ya əməl etmədikcə bağışlamış. Yəni, bu ümmət üçün bir lütfüdür. Və ondan da əlavə olaraq, çox vaxt görürsən, insan xüsusən də belə şəxsi məsələlər olanda, insan danışanda hər bir insanda nəfs olur və nəfs qarışa bilir. Və insan da nəfs qarışdığı zaman, yəni ədaləti qorunmaq insanda artıq çətinləşir. Ona görə İbn Teymiyyə rahimehullah buyurur ki, və nə vaxt insan susur, olur məzlum. Və məzlum olanda nə olur? Allahın yardımı gəlir. Məzluma, zülm olunan kimsəyə Allahın yardımı var. Və o ki, qaldı insan qarşılığını verir, cavab verir və çox vaxtda insan çərçivəni gözləyə bilmir. O həddi, sərhədləri gözləyə bilmir. Cavab qaytaranda 2 qat qaytarır. Əvvəl məzlum idi, cavab qaytarandan sonra zalim oldu. Əvvəl Allahın yardımını gözləyirdi, indi isə zalıma çevrildiyinə görə Allahın cəzasını gözləyir. Hansı yaxşıdır? Məzlum olmaq daha yaxşı deyil mi? Yəni, ona görə bunlar filan kəs bilir, baxılmır. Birincisi, baxılmalı deyən kimidir, üstəlik də dəlilə. Bax, bu barədə İbn Teymiyyə rahimehullah gözəl qaydalar gətirir. 20 qayda, hansı ki, insan səbr eləməsi çox vaxt, onun üstün olmasını bildirir. İman bir yarısı səbirdir, bir yarısı şükürdür. İmanın bir yarısı nədir? Yarısı səbir.
Nə vaxt ki, insan səbr edir, imanını qorumuş olur. Nə vaxt ki, səbirsizlik edir, imanına xələl gətirir. Hansı yaxşıdır? Səbr edib imanı olduğu kimi qalsın, yoxsa səbirsizlik edib imanını itirsin? Bu cür mühüm məsələlər var. Yəni, insan həmişə baxmalıdır, danışığında nə fayda var? Fayda da ki, İbn-i Qayyim Rahimullah buyurur ki, xeyir öyrətmək. Yəni, onunla insan imanı artır və Allaha yaxınlaşır, Allaha sevgisi artır, əməllərə həvəsi artır və günahlardan daha çox çəkinir. Yəni, budur faydalı bir şey. Yoxsa sadəcə məlumat toplanır və üzərində bir əməl yoxdursa bu fayda deyil. Və yaxud da o söhbətdən sonra qəlblər bir-birinə dəyir, qəlblərdə bir-birlərinə qarşı insanlarda kin-kudurət yaranırsa, nifrət yaranırsa, yəni bu heç vaxt mübarək ola bilməz, bərəkətli ola bilməz, xeyirli ola bilməz. Yəni, çox insanlar desinlər və özlərindən nəyizə boş-boşuna əsaslandırsınlar, fakt budur. Ona görə İbn-i Qayyim Rahimullah deyir ki, qardaşı deyir Əlaüddinə məktub yazarkən Cəaləkəllahu mübarəkən eynəmə kunt. Allah harda olsan səni mübarək eləsindir. Və sonra izah edin, mübarək kimdir? Mübarək insan, insanlara xeyir öyrədən müəllim, Allahı, Allahın əzəmətini xatırladan və insanları əmələ rəğbətləndirən, itaətə, ibadətə çağıran kimsədir. Və deyir ki, bir insanda bu olmazsa, xeyir öyrətmək, Allahın əzəmətini xatırlatmaq və əmələ, ibadətə çağırmaq olmazsa, birinci o insanın öz bərəkəti silinir. Və sonra onun ətrafındakiların bərəkəti silinir. Sonra onunla görüşməyin bərəkəti silinir. Nə o insanın özündə bərəkət olur, nə onunla görüşməyin bir bərəkəti olur, nə də ətrafındakilarda bərəkət qalır. Və ondan sonra deyir, onların məclisləri dedikoduya çevrilir. Və onlar da əməlləri baxımından ziyana uğrayanlardan olurlar. Əməlləri baxımından ziyana uğrayanlardan. Və sonra ayəni dəlil gətirir, Kəhf surəsi 28-ci ayə, Allah Teala buyurur, فَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا. Qəlbini zikrimizdən qafil etdiyimiz, nəfsi istəyinə uyan və bütün işləri zay və səmərəsiz olan insana itaat etmə, boyun əymə. Yəni, əgər bir insanın qəlbi qafildirsə, Allahı zikr etməkdən və həmçinin işlərində nəfsinə tabi olaraq davranırsa, o insanın işləri hamısı zay və səmərəsiz olur. Boşa gedir. Üstəlik nə qədər insan yüklənir. Ona görə həmişə danışıqlara, yəni fikir verilməyə və şeytan da çağırır artıq danışığa. Hətta bəzən sələflərdən gəlir ki, İlə daləl məclisu kənil şeytani fihi nasib. Əgər bir məclis baxmayaraq ki, yaxşı məclisdə olsa belə, əgər uzun olarsa, orada şeytanın payı olar. Orada şeytanın payı olar. Ona görə insan faydanı götürdü, ondan sonra öz üzərində işləməlidir. Hətta o vaxtı şeyxlərdən biri tələbələrinə deyərdi ki, buradan dərsdən evinizə getdiyiniz zaman bir yerdə getməyin. Ayrı-ayrı gedin. Çünki bir yerdə geçsəniz söhbət edəcəksiniz. Tək gedin ki, yəni kimsə zikr edər, yaxud da Quranı təkrarlayar və yaxud da digər faydalı bir işlə məşğul olar. Amma bir yerdə olsa, istər-istəməz olacaq, yəni söhbət görün, nəyə fikir verdilər? Götürdü getməyi. Ona görə, yəni İbn-i Rahimullah deyir ki, yəni o vaxtı öyrənirdilər əməl üçün. Ona görə onlarda bir bərəkət var idi. İndi insanlar öyrənir göstərmək üçün və yaxud da mücadilə üçün. İmtihana o vaxt dedik bunu hələ.
mübahisə üçün, mücadilə üçün öyrənir. Allah qorusun. Yəni, belə bir şeylər hamısı bərəkətin itməsinə və insanın həmçinin doğru yoldan sapmasına səbəb olur. Və Peyğəmbərimiz s.ə.v buyurardı ki, مَا ضَلَّ قَوْمٌ بَعْدَ هُدًا كَانُوا عَلَيْهِ إِلَّا جُؤُوتُ الْجَدَلِ. Yəni, bir qövmün doğru yola gəldikdən sonra, hidayət olduqdan sonra onların azmasına səbəb mücadilə etmələr olmuşdur. Yəni, hidayətə gəldikdən sonra azmağa əsas səbəblərdir, boş mübahisələrdir. O belə, bu belə, o belə, bu belə. Ancaq mübahisə. Və sən kimsə başa salmaq istəyən deyirsən, kimsə başa düşmür, ancaq belə qarşılıq vermək mümkün deyil ki. Və insan özü haqqında sorulacaq və öz üzərində məşğul olmalı və sonra o cürdə dəvətini aparmalı və kim qabul edər, etməz, yəni kiməsə görə də özünü yandırmalıyım. Sözsüz ki, düzgün gedərsə bərəkət olacaq, fayda olacaq. Amma batil üzərində olan bir yolda, mənhəcdə heç vaxt bərəkət olmaz. Qalxa bilər və sonra sözsüz söküləcəkdir. Allah Teala buyurur, فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءَ köpük yoxa çıxacaqdır. وَأَمَّا مَا يَنْفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الْأَرْضِ İnsanlara fayda verən isə yerdə qalacaqdır. İnsanlara fayda verən yerdə qalacaqdır. Yəni, ona görə insan çalışmaq fayda. Həm özü faydalansın və həmçində fayda versin. Yəni, sən çox şey öyrənə bilərsən, çox şey bilə bilərsən və onlardan elə şeylər verməlisən ki, insanlara onlar fayda götürsün, faydalansın. Amma sən öz elmindən, bildiklərindən elə şeylər verərsən. Hansı ki, o da elmdəndir. Amma insanlar olduğun yerə uyğun deyil, münasib deyil. Daha da elə ki, onların yolunun qarşısını kəsmiş olsun. Ona görə bəzən alimlər, hətta o vaxtı belə adlandırırlar qati'u tariq. Yol kəsənə ərəbcə qati'u tariq deyil. Qutta'u turuq. Qutta'u turuq yəni cəmdə, yəni quldurlar, yol kəsənlər. Yol kəsib insanı soyurlar və ondan sonra insan yolunu davam edə bilmir. Və eyni ilə də yəni insanları yəni özlərinə yəni aid olmayan bir şeylə də məşğul etmək, bu da yol kəsmək sayılır. Bu daha şiddətli yol kəsmək sayılır. Yəni bir var insanın yolunu kəsərək, onun malını əlindən almaq, bir də var ahirətə aparan yolunda yəni elə bir şeylə məşğul edirsən ki, bu yerində sayır, hələ ən yüngülü və yaxud da geri gedir. İrəli getmək əvəzinə insan yəni geri gedir. Allah qorusun. Ona görə Peyğəmbərimiz s.ə.v buyurur ki, min husni islamil mar'i tarkuhu mə la ya'ni. İnsanın İslamının gözəlliyindəndir ki, ona aid olmayan şeyləri tərk eləsin. Hətta bəzi alimlər gətirir ki, hətta haramdır, insanın özünə aid olmayan məsələlərdən danışması, onlara girişməsi haramdır. Və hətta sələflərdən biri deyir ki, yəni Allah Teala'nın, çox dəhşətli bir sözdür, Allah Teala'nın qolundan üz döndərməsinin əlamətlərindən biri də odur ki, onu özünə aid olmayan bir işlə məşğul etməsi. Əgər insan deyir, özünə aid olmayan bir işlə məşğul olursa, nəyin əlamətidir? Allah Teala'nın o qulundan üz döndərməsinin əlamətidir. Allah qorusun. İxlasla.com saytı tərəfindən təqdim olundu.